Hoş gördük dostlar, sizi kanalımda her vaxt xeyir olsun, necəsiz? Binləri Türkiyə Süper Liqasının 7-ci oyunu Fenerbahçe Antalya Spor oyundayıq. Fenerbahçe son 2 oyununa bərabərə qaldı. 2 oyunda 4 xal itirdi. Galatasaray'dan da 9 xal geridədir. İnşallah binləri yaxşı oyun olar. Fenerbahçe öz meydanında oynayır. Yenə də Fenerbahçe'nin qalibə gözləyirəm. Baxmayaraq ki, 2 dənə oyun bərabərə, bir dənə də oyun Avropa Liqasında məğlub olub. Binləri məncə qələbə qazanacaq. Bu dəfə məncə xal itirsə daha çox problem olacaq Fenerbahçe üçün. Məncə qələbə qazanacaq 2-1, 3-1. Toprak qazanını da düşünürəm. Oyun da başlayacaq. Məncə qələbə qazanacaq, görə necə olacaq. İnşallah qazanmaz. Yəni Galatasaray'a çatmamaq üçün. Yəni ona görə Antalya Spor'da hələ ki pis oynamır. Emre Belözoğlu ilə, baş məşqçi Emre Belözoğlu ilə. İnşallah yaxşı oyun olar. Hakimlərin danışılmadığı yenə də. Trabzonspor'da da gördük, yenə də hakimlərin problemi oldu, səhvləri oldu. İnşallah bu oyunda olmaz. Maraqlı oyun izləyərik. Fenerbahçe xal itirər. Oyun başlayır. Bundan sonra da ki, İnşallah kanalıma dəstək olmaq istəsəz, abone olmağı, şərh yazmağı, yorum videolarımı bəyənməyi unutmayın. Əgər kim istəsə, kimin ürəyindən gəlsə, kanalıma dəstək olmaq üçün videolarımı bəyənsə, dəstək olar, takip eləyər, videolarıma baxar, bəyənər, yorum yazar. İstəməyən də canı sağ olsun, yenə də videolarımı izləsin. Oyun başlayır, keçək biz ona dostlar. Top kaleye doğru yöneldi. Korner. 12 dəqiqədir oyun gedir. 12 dəqiqədir. Antalya Spor yatıb arkada Fenerbahçe'yə. Hələ mən görməmişəm. Ederson'u görməmişəm. Orada Ederson'da yoxsa yox. Qapıçı kimdir Fenerbahçe'nin qapıçı? Nə rəngdə forma geyinir? Təmiz yatıbdı. O meydançanın ortasından Antalya Spor çıxa bilir. Yatmağa gəlib bura. Belə oyun olmaz. 2 dənə təhlükəli atlar Enesiri ilə bir kafayla vurdu, qapısının üstünə yatdı, dönmədi. Belə oynasalar vuracaqlar birinci hissə 4-5 dənə. Hələ ki yoxdur, amma bu söz yox, belə çox təhlükəli gəlmir. Amma yatmaq olmaq ki, çıxar. Heç çıxar saxlama, hə. Çıxart da bunları topu görürsən, gəldi, vur çıxart da. Təmiz yatıbdır o ki. Beləncə yatmaqla sən oyun ala bilməksən. Emre Belözoğlu nə fikirləşir, mənə başım çıxmır. Müdafiə oyunu, bu qədər müdafiə oynamazlar ki, yatmaqla oynayırlar müdafiədə. Çıxın da biraz. Yoxdur burada heç nə. Vurmadı Ali ilə. Qoyma. Görsətmir də, epizodu görsətmir də. Ha. Çıxar da. İndi saxlayır ha, yarım saatdə oyun gedir, indi top saxlayır ha. Yatıb orada oyuncu. Görsət görə neynədi, harasına vurdu. Bəlkə boğdu onu, öldürdü orada, görsət də. Ne oldu bir görsel de söyle göre. Bünyamin arasında yaşananlar. Bakar lan. Bünyamin'in sakatlık yaşaması. Ayağını taptalı, çıkıp ayağının üstüne. Hiç bakmıyorlar. Burada ayağını taptalı Antalya Spor'un üstüne Archie Brown. Hakem yatıbdı. Başladı yine bu hakemlerin danışma. Gerçekleştirdi. Şimdi de Domenico Tedesco. Biraz önce yaşananlar. Taç atışıyla oyun sürüyor. 40 dəqiqədir oyun gedir. Fenerbahçe tək qapı oynayır. Arada gəlir. Antalya Spor gəlir. 2 dənə yaxşı şansları oldu, dəyərləndirə bilmədilər. Vermədi pası, özü vurdu, çölə getdi. Pası dəqiq verə bilmədi. Yəni aldılar, elədilər. Şansları oldu, vura bilmədilər. Yəni ara bir gəlirlər, onu da istifadə edə bilmirlər. Fenerbahçe tək qapı oynayır demək olar ki. Yəni çox hissəsini
Antalya Spor'un meydançasında gelir oyun. Amma qola hələ şey eləyə bilmir. Qolları ata bilmirdi. Burada əllə gözlər vardı, amma əl deyildi burada. Fenerbahçe əllə gözləyirdi. Antivuran yenə də bir-iki oyunda yaxşı oynamır. Əvvəl gələndə çox yaxşı oynayırdı. İndi ya oyunu o deyil, yaxşı oyunçuları keçə bilmir. Topu qəbul edəndə səhvlər edir. O tərəfdə də Semedo yaxşı oynamır. Yenə də Şikrinyadır hələ ki. Yaxşı oynayan, amma belə ciddi də atakı yoxdur da ki. Antalya Spor'un odur ki, deyəsən belə, amma şey ürətə bilmirlər. Kendiləri özlərində şans yarada bilmirlər. Və ona görə də ki, hələ ki 40 dəqiqədir oyun 0-0 davam edir. İnşallah belə də davam edir, amma çox yatır da. Çox yatsa arxaya ki, onsuz vuracaqlar. Ya əlinə dəyəcək bir penaldan, ya öz qollarına dəyəcək vuracaqlar. Axır vuracaqlar çox arxaya yatanda, məcburan elə olur. Onun ki, çıxmaq lazımdır. Çıxanda da şans ayağına düşdü, gərək istifadə edəsin. Qaşan, getdin. Biri də gəlir, tələsmə. Qaşan, tələsmə, ver, boş vurdum sən ver. Vur! Vay, sən vur! Ver pası da. Haydi ya. Pası vermədi, atmadı ona topu, bombunu boş. Atmadı topu. Çok. Haydi ya. Bura atmadı pası, bura bak ha. Sənin özündən onda da vurdu qapıcanla, Ederson əlindən çıxartdı ya. Ederson qaşan çıxartdı Ederson əlindən. Bura bax ya. Şans edib. Bir dənə qaldır ayaqlarını. Qaldır. Ne oldu axı? Başda. Oh. Gol çıksın. Bir anda korner. Davay. Bir tane vurun da. Birinci sık tutamamış bir tane vurun. Birinci sık bitmemiş bir tane. Davay. Özlerinin itirdileri için bir tane vuracaksın. Kaşan pas. Yok bir şey bulamıyorsun. Nerede bu? Alo. Nasıl ne zorlar? Getdin. Gəldi, heç kim yoxdur, tək qalıb. Və ay belə vermədi yenə. Bu oyunçu var, bunun ağzında bu sarını var. Sarı pox elədi bütün Antalya Spor'un oyununa, Allah'ın dostuna. Bu sarı oyunçu var, bu sarı pis həkimdir, bu sarı məhv elədi Antalya Spor'un. Qaçdı o tərəfə də, at dabanından zadından, at oraya geçsin də. Neçə şansı qaçırtdı belə. Bir dənəsi özün vuranmadı, neçə dənəsində vermədi pas. Cındır Ne diyeyim söyleyeyim. Adamı söydürürler, özlerini söydürürler. İlk hisse bitti dostlar. İlk hisse Fenerbahçe 0, Antalya Spor 0. Birinci oyun başlayanda Antalya Spor çok oturdu müdafiəyə. Fenerbahçe geldi. Bir 3-4 tane de zərbələri oldu. Sonradan biraz açılıştılar. Ama yine de müdafiədən oynuyordu Antalya Spor. Fenerbahçe çok çıktı. Qabağa çox çıxırdı hücuma gedəndə, arxa boş qaldı. 3 dəfə eləncə kontrolda tutdular, amma becərisi ayaqsız oyuncular istifadə eləmədilər. O bir sarı oyuncusu vardı onun. 3 dənə epizodu pozisyonu yedi. Birində özü vurdu, qapıcı çıxartdı. İkisində də ki pasların vaxtında çatdırmadı, getdi boşa. Beləncə ikinci hissədə belə olsa, yəni epizodlar olacaq, amma ayaqsızlar istifadə elə bilmirlər. Bacarıqsız, becərisiz o Antalya Spor oyuncuları, ona görə də ki, gol vuramırlar.
Fenerbahçe'de bir tane boş oynayan normal Şikrinyadır. Kerem balondur. Bildiğiniz balon. Talibler onu Fenerbahçe'ye. Balonu oynayan onsuz onun Galatasaray'da da oyunu beğenmirdim. Gələndə də yaxşı oldu dedim. Fenerbahçe'ye de onu balon kimi gətirdilər. Artık bir anda oynamır, yoktur. Fenerbahçe'nin hücum xətti bilinmir necə oyun oynayır. İkinci hissədə görüşərik, görə necə olur. İnşallah yaxşı olur. Peysərlərə basan. Qapısı, qaşın qapısı. Bu müdafiəyə bax, bu uğraşlara bax, bu uğraş müdafiəyə bax, necə saf edirlər. Qapısı halal olsun sana. Bu müdafiəyə baxırsan, sənin var peysərimə söydürür al məni. Bir özür söydürür. Bula necə saf elədi, kör de, kör. Vur qabağa da. Vur çıxart ona, görürsən 2 nəfər gəlir, vur çıxart da. Çıxart. Bilə-bilə oyunu verməyə gəliblər bunlar. Sən belə oyun oynayırlar ha. Sən hara yarışırsan, arxada pas oynayırsan. Kartı ver də, elə şey edirlər ha. Kartı çıxart ona kişi. Peysərin oyuna bax, Cındırın oyuna bax. Osterin oyuna bax. Adam kimi oynadı ha, oyunçu necə itələdi? Qırmızı versin, verməlidir. Ver qırmızı ona, İtalya oyunçusuna almışım. Necə oynamaydı? Penal verdi ya. Ayağı niye kaldırırsan axı? Sen ayağı niye kaldırırsan axı? Baxıyorum da çöldədir yoxsa içəridə. Görsədə bir dənə. Ya. Yazay bura penal jokeri. Fenerbahçe'nin penal jokeri verildi. Neçənci dəqiqə? 62-ci dəqiqə. 62-ci dəqiqə Fenerbahçe'nin penal jokeri. Baxaq görə var orada penal. Uzaqdan görsə, yaxından görsə görək də. Yoxdur ama orada elə bil çaxır. Bir çöldə də elə bil axı. Ayaqla hara qaldırırsan hə? İnək. Ayaqla hara qaldırırsan hə sən hə? Hara qaldırırsan ayaqla? Amma başda görsətmir ki, içəridədir, çöldədir, hardadır biləyi. Bilə. Sifətinə bax, uğraşın sifətinə bax, uğraşın sifətinə bax. Görsətsəydi adam kimi, görəydi bu xətdən içəridədir, xəttin üstündədir, xəttin çölündədir. Görsətmir ki, buradan bilinmir axı, buradan elə bil ki, xəttin üstündədir. Xəttin üstündədirsə penaldır. Xətdən çöldədirsə şeydir, cərimə zərbəsi. Fauldur. Görə elə var nə deyəcək? Məncə penaldır, amma penal olsa da olmasa da eləsə ayağını niyə qaldırırsan, sən topu saxlaya bilmirsənsə ayağını niyə qaldırırsan, penal. Bunların oyununa var. Deyirəm də müdafiə oturdu budur. Müdafiə gəl oturmur. Penaldır məncə. Yəni xəttin üstündədir. Xətt içəridə deyil, amma üstündə də penal sayılır. Buradan amma təmiz görsənir penaldır. O buralardan dəqiq bilinmir. Bura bax, ayaq qaldırmayla bax, şərəfsizliyə. Dedim, bu qədər müdafiə oturarlar. Sən Antalya Sporsan, sən hara arxadan topla başlamaq hara, qapısı ilə topla başlayırsan. Sən kimsən ağı, sən haranın şeysən, nə komandasan sən arxadan topla başlayırsan. Sən harava yaraşır. Qapıcı çıxdı top, qapıcı vur qabağa da, vur qabağa, qabaqdan oynasın. Sən arxadan hara başla səhv eləmək üçün axı. Ya beləncə müdafiə oturanda, müdafiədən oynayanda belə səhvlər olacaqdı. O məlum məsələdir, penal olmalıydı. Ya elə oyun olanda penal olacaq. Səhv, düz penal olacaq. Vuracaq o biri tərəfə. Bu dəfə səhv eləməyəcək, vuracaq o biri tərəfə. Dedim vuracaq o biri tərəfə də, vuracaq o biri tərəfə də. 2 dəfə vurub bu tərəfə vura bilməyib.
Ulan. Vay yok. Ne Talişkası ya? Gördüğü Talişkanın 2 tane oyun vurduğu top var. Gördüğü Talişkanda. Qapıçı atdan da tullan bir tarafa da bu dəfə baxmamısan oyuna 2 dəfə vurub bura çıxardamayıb. Bu dəfə qorxusundan belə edir axı, qorxusundan vurmaz ora. Biri axı tutacaq onu, vurmaz onu. At tullan o tarafa da. Heç nədən verirlər oyunu. Vallahi heç nədən verirlər Fenerbahçe'ye. Kül sən qapıçı başı var. Kül sən bədbəxt başı var. Kül sən nə deyim mən? Oyunu vermək üçün hər şey elədi də Antalyasporda. Hər şey elədi oyunu vermək üçün də. Gələ oyunu da verdilər. Vallahi billahi oyunu vermək üçün hər şey elədilər. Da bu qədər də gözə soxmaq lazım deyillər. Penal vermək üçün ayağın qaldırdı yalandan. Hücum eləmirsən, atak eləyə bilmirsən, yalandan oturmursan, ayağına düşən topu da bu boynu yoğunu baxmayla bax, bu Emre Belözo'nun baxmayla bax. Gördük bu pis oldu da indi. Vallahi bilə-bilə verdilər oyunu. Da bu qədər də bildirməzlər də vallahi. Bura qapıçıya bax, ara. Rədd olun, kişi kimi oyun oynayır. Uduzanda da kişi kimi oynayır. Bilə-bilə götürüb topu alırsan, ayağında saxlayıb. Sən necə oyunçusan, bir dənə topu ayağında saxlayıb 2 dənə pas eləyə bilmirsən sən. Necə oyunçudurlar bunlar? 2 dənə pas eləyə bilmirlər bunlar. Belə bu qədər bilindirməzlər. Vallahi billahi bu qədər bilindirməzlər. Heç olmasa biraz oyun oynayırdınız, biraz adam kimi oyun oynayırdınız. Oyuna baxın. 90 dəqiqəni siz yatdınız, arada bir dəfə şans düşdü. Yalandan gəldi, təzən yenə itirdiniz. Belə olmaz ya, vallahi belə olmaz. Dostlar, oyun bitti. Fenerbahçe 2-0 kazandı. Bu oyun nəsə bir deməyə ehtiyac yoxdur. Mən baxanlar gördü, baxdılar, belirlər. Antalyaspor təmiz yatdı. Yəni bunu da başqa cür demək istəmirəm, yatdı demək istəyirəm. Hara yatdığında da siz bilərsiniz. Təmiz yatdılar. Bir oyun oynamadılar. İki dənə top saxlaya bilmədilər ayağında. 2 dənə pas eləyə bilmədilər bir Antalyaspor oyuncular. Bunlar nə oyun oynayırlar, necə oyun oynayırlar, mənim başım çıxmır. Yatmağa gəlmişdi bura Emre Belözoğlu. Yatızdırdı. Xalı da verdi Fenerbahçe'ye. Penaldı. Mənim fikrimcə penaldı. Çünki epizodları çox dəqiq göstərmədi. Penaldan fikirdir. Penal olsa da oyunçu topu saxlaya bilmirsən. Saxlayamadığını cənədim. O qədər ayağını niyə qaldırırsan sən yuxarı? İkinci də ki, bu qapıçı əlində topu saxlaya bilmir. Sən o topu tuta bilməzdin sən. Hədiyyə elədilər bu oyunu Fenerbahçe'ye. Fenerbahçe belə oyun oynasa, bu oynadığı oyun da bir şeydir Fenerbahçe. Top ayaqda saxlamaqla da öyrənir. Gəlirlər hər dəfə orta müdafiə çıxardır. Zərbə müdafiədən dönür. O çölə gedir. Bu qapıçı çıxardır. Belə oyunlar valla başqa komandalarda, yəni Beşiktaş'dır. Sonra obrisi komandalar, yaxşı oynayan bir 2 dənə komanda vardı. Onsuz Göztepe xal aldı onlar. Samsun'da gələn həftə inşallah xal var onlar. Samsun'da olacaq maç. Bu oyundan çox xal itirəcək Fenerbahçe. Yəni bu düzgün oyun deyil valla. Nə oyun deyil. Antalyaspor vəbşəm oyun oynamadı, yatdı, verdi Fenerbahçe'ye. Fenerbahçe de aldı. İşte oyunu ise bir kişi kimi oyun oynamak lazım değil. Hiç olmazsa o uduzanda da kişi kimi uduzasınız. Buna oyun yani siz 90 dakika öz yerimizden çıkamazsınız. 2 dəfə çıxdınız, 3 dəfə çıxdınız, onu da itirdiniz. Heç nə. Qaldı belə. Belə oyun olmaz valla. Yəni başqa nədir? Fenerbahçe'yə təbrik edirəm, qazandılar amma Antalyaspor verdi. O şey Emre Belözoğlu verdi Fenerbahçe. Yani bunu kim necə işləyir, fikirləşsin, mən elə fikirləşirəm. Bitti dostlar. Kanalıma abone olub, dəstək olsanız, yorum yazıb, bəyənsəz videolarımı yaxşı olar. Mən də biraz irəli gedərəm inşallah. Bəyənməsəz də, takip etməsəz də, canlı sağ olsun. İnşallah gələn videolarda görüşək dostlar, sağ olun. Sizdən müğayət olun.